2024-cü il mayın 16-sı səhəri saatlarında müvəqqəti olaraq işğal olunmuş Krımda güclü partlayışlar baş verib. Sevastopol və Perevalnoye ərazilərində səs-küy müşahidə olunub. Yerli Krymskiy resursunun məlumatına görə Sevastopol yaxınlığında yerləşən Belbek və Kaca hərbi hava limanları yaxınlığında bir sıra partlayışlar baş verib. Yayılmış məlumatlara əsasən Yalta, Alupkə və Perevalnoye bölgələrində də dron hücumlarından sonra partlayışlar qeydə alınıb. İnternetdə yayımlanan bir videoda Perevalnoye'də yerləşən bir hərbi hissənin sursat anbarında yanğın olduğu göstərilib. Bildirilir ki, anbarın yanması səbəbilə Simferopol alışda yolu bağlanıb. Eyni zamanda ictimaiyyətin yazdığına görə Perevalnoye'yə çoxlu təcili yardım maşınları yönəlib. Krymskiy mənbəyi istinadən bildirib ki, Perevalnoye'dəki anbarların yanması və partlaması nəticəsində Rus hərbçiləri arasında ölənlər var. Bu arada Sevastopolun qondarma rəhbəri Mikhail Razlojayev Telegram kanalında şəhərdə eşidilən partlayışların hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti nəticəsində baş verdiyini bildirib. İlkin məlumata görə sahildən xeyli aralıda dəniz üzərində 6 PUA havada məhv edilib, deyə Rusiya administrasiyasının nümayəndəsi qeyd edib. Ateş Partizan hərəkatı Krımın cənubundakı Perevalnoye qəsəbəsi ərazisində, o cümlədən Rusiya Federasiyasının Qara Dəniz Donanmasına məxsus 126-cı ayrı sahil müdafiə briqadası və 8-ci ayrı artilleriya alayının hərbi bazasında partlayışlar barədə məlumat verib. Krym realinin yazdığına görə həmin bazada hərbi texnika və silahların saxlanması üçün anbarlar ehtimal ki yanacaq və sürtkü materialları da yerləşir. Bu baza daha əvvəl 2023-cü ilin martın 17-si və avqustun 25-i tarixlərində də hücuma məruz qalmışdı. Ateş bildirir ki, 2024-cü ilin yayında hərəkatın agentləri Perevalnoye'dəki anbar və texnika saxlanılan hangarları müşahidə ediblər. Partizanlar hərbi bazalardakı Rusiya texnikası və sursatlarının saxlanması və hərəkəti ilə bağlı mühüm məlumatları qeydə ala biliblər. Həmin vaxt agentlərin məlumatına görə işğalçılar bazanı hava hücumundan müdafiə sistemləri ilə qorumayıblar. Bundan əlavə, Ukrayna silahlı qüvvələri yaxın vaxtlarda işğal olunmuş Krımda Saki şəhəri yaxınlığında S-400 Triumf Zenit raket sisteminə məxsus radar stansiyasını məhv edib. Xatırladaq ki, Ruslar müvəqqəti işğal altında olan Krıma mümkün qədər çox hava hücumundan müdafiə sistemi cəlb edirlər. Bu tendensiya yarımadada bir aydan çoxdur ki, müşahidə olunur. Bu barədə Ukrayna könüllü ordusunun sözçüsü Serhiy Braçuk efirdə məlumat verib. O, Rusların müvəqqəti işğal olunmuş Krımda yalnız aylardır deyil, illərdir müşahidə etdiyi bir tendensiyadır. Çünki yarımadanın qeyri-rəsmi azadlığı prosesi davam edir. Biz daim deyirik ki, bugün Krımın demilitarizasiya mərhələsidir. Mütənasib olaraq Krımdakı Rusiya logistikası və hərbi obyektləri hərbi sənaye kompleksi üçün mühüm rol oynayır. Bu, işğalçı qüvvələrin döyüş bölgələrindəki qarşıdurmalara dəstək verdiyi bir növ resurs bazasıdır, deyə sözçü vurğulayıb. Onun sözlərinə görə, Ruslar Krımdan yalnız Dnepr, Xerson və ya Zaporoje istiqamətinə deyil, müxtəlif cəbhələrə də təchizat həyata keçirirlər.
Ukrayna Müdafiə Qüvvələri arasında ən qeyri-adi bölmələrdən biri Qardaşlıq Batalyonu var. Ukrayna Müdafiə Kəşfiyyatının Qardaşlıq Batalyonunun komandiri Aleksey Borges-Serdyuk Erbisi Ukrayna agentliyinə Krımda, Enerhodarda və düşmən arxa cəbhəsindəki cəsarətli əməliyyatlar, həmçinin müharibədə möcüzələrin baş verib verməməsi və hərbi elita arasında itkilər barədə danışıb. Ən riskli və mistik əməliyyatlardan biri müvəqqəti işğal olunmuş Krım ərazisinə desant çıxarılması olub. Missiya aydın idi. Sahil xəttindəki düşmənin radar qovşağına zərbə endirmək. Lakin yol sadə deyildi. 100 kilometrdən çox açıq dəniz. Komandir izah edir. Döyüşçülərin verilən tapşırığı yerinə yetirməyə qadir olması çox vacibdir. Mənim sahib olduğum döyüşçülər bunu edə bilənlər idi. Döyüş tapşırıqlarına gəldikdə ən çətin və dürüst olmaq lazımdır. Əmin olmaq ki, sənin adamların bunu edə bilər. Ukraynalı hərbçi əminliklə deyir. Döyüşçülər qaçarkən də düşmən gəmiləri yaxınlaşarkən duman çöktü və onlar kifayət qədər uzaqlaşdıqda siqnal geri qayıtdı, GPS işləməyə başladı. Duman çəkildi, səma aydın oldu, günəş çıxdı, dəniz sakitləşdi və onlar sahilə çatdıqları anda böyük bir tufan başladı. Mən bütün bunlara baxıb düşündüm, Allahım, nə möcüzə. Onlar indicə desant çıxarmışdılar, güclə bir saat keçmişdi. Yəni bunlar möcüzələrdir. Komandirin sözlərinə görə işğal olunmuş Krımdakı kimi desant əməliyyatları yüksək dərəcədə nümayişkaranədir və psixoloji təsirə malikdir. Onlar Ukraynalıların mənəviyyatını yüksəldir və düşmənin ruhunu sındırır. Biz orada əməliyyat keçirdikdən sonra düşmən sahil xəttini müdafiə etmək üçün əhəmiyyətli qüvvələr yerləşdirməyə başladı. Borges izah edir. Komandir bildirir ki, qardaşlıq düşmən arxa cəbhəsində dərin bir çox təxribat missiyası həyata keçirib. Burada hər bir əməliyyat dəqiq planlaşdırma tələb edirdi. Sadəcə uğura ümid etmək olmaz. Komandir inanır. Enerhodar yaxınlığında desant çıxararkən biz Rusların pulemyotçularının yerləşdiyi müşahidə postlarını gördük. Gizlicə yaxınlaşmaq mümkün değildi. Onların çoxlu adamı var idi. Lakin o anda onlar yatmışdılar. Əgər oyanmış olsaydılar hamımız ölmüşdük. Lakin möcüzələr baş verir və müntəzəm olaraq baş verir. Yenə də həmişə möcüzələrə ümid etmək olmaz. Qardaşlıq Batalyonunun döyüşçüləri həmçinin Kupyansk, Enerhodar yaxınlığında və Kursk vilayətində döyüşüblər. Ukraynalı hərbçi qeyd edir. Pakrovskda müdafiə xətləri əla idi. Elə yaxşı idi ki, biz orada olarkən özümüzü çox inamlı hiss edirdik. Onların çox möhkəm xəndəkləri, güclü bunkerləri, güclü atəş nöqtələri var idi. Hazırda düşmən arxa cəbhəsində əməliyyatlar davam edir və ruslar üçün yeni sürprizlər gözlənilir.